Ölülər pyesinin real hadisələrdən təsirlənərək yazıldığını bilirsiniz. Gəlin sizə bu barədə danışım. Deyəsən axırda Mirzə olacaqsan. Hə, Mirzə Cəlil. Mirzə Cəlil ətrafında baş verənləri hər zaman dəqiqliklə izləyirdi. Onun əsərlərində ilham mənbəyi yaşadığı mühit olub. Məsələn, Anamın kitabı əsərində övladları fərqli dillərdə təhsil alan azərbaycanlıları göstərərək öz dilimizin vacibliyini vurğulayır. Danabaş kəndinin əhvalatlarında isə avamlığın cəmiyyəti uçuruma apardığını göstərməyə çalışır. Molla Nəsrəddin jurnalında hər zaman gördüyü əgərəsklikləri tənqid edir. Ölülər əsəri də real hadisəyə əsaslanır. Ölü dirildən dərvişlər Seyid Heydər və Seyid Mirzəcan İranın Qaradağ mahalından Cəbrayılın Hörövlü kəndinə gəlmişdilər. Bu da yazıçıya ilham mənbəyi olmuşdu. Cəlil Məmmədquluzadə ömrünü xalqına həsr edən, onun inkişafı üçün daim çalışan dahilərimizdir. 1932-ci ilin 4 yanvarında vəfat edib. Mirzə Cəlilin ruhu şad olsun. Bəs siz onun ən çox hansı əsərini bəyənirsiniz?